Qapalı qabda eyni mol sayda götürülmüş azot və hidrogen qarşılıqlı təsiri zamanı qabda təzyiq 20% azalmışdır. Demək, hesab eləsək ki, 10 mol qaz qarışığı olubdur və 20% azalmışdır. Bu o deməkdir ki, 2 mol azalmışdır. Həmişə aradakı fərq amoniakdır. Yəni 2 mol amoniak alınmışdır. Çünki 20% azalmışdır deyir. Yəni aradakı fərq 20%-dir. O deməkdir ki, bunların fərqi qədər deməli amoniak alınmışdır. Bu 2 mol alındığı zaman hidrogen sərf olunubdur. Deməli 3 mol, azot sərf olunubdur 1 mol. Bunun fərqi eləyəcək 4, bunun fərqi eləyəcək 2. Demək, tarazlıqda bu qədər qaz qarışığı qalıbdır. Bizə deyir ki, hidrogenin reaksiyaya daxil olan həcm payını. Hidrogenin reaksiyaya daxil olan. 3 reaksiya daxil olur. Belə yazırıq ki, burada 3 böl 5. Hamısı 5 idi. Vur 100. Eləyəcək neçə? Deməli 60%. Sonra bizə deyir ki, azotun mol sayının amoniakın mol sayından neçə dəfə çox olduğunu. Reaksiyadan sonra azotun mol sayının amoniakın mol sayından 4 böl 2 bərabərdir 2. Bunun da cavabı oldu 2. 60% və 2.